Salam, hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Bugünkü videomda çox ucuz başa gələn, yumuşaq, pambıq kimi çox da bərəkətli bulkalar hazırlayıram. Xəmiri hazırlamaq üçün 2 stəkan ilıq südü, 1 çay qaşığının ucunda duz və 150 qram şəkər tozunu əlavə edirəm. 1 paket vanilyanı və 1 paket instant mayanı da bunun üzərinə əlavə edib biraz qarışdırıram. Daha sonra 1 ağlı sarılı yumurtanı və 50 qram əritdiyim kərə yağını əlavə edirəm. 5 stəkan ələnmiş unu qarışımın üzərinə hissə-hissə əlavə edirəm və xəmir yoğururam. Xəmirin bərk alınmamağı üçün unu az-az əlavə etmək lazımdır. Xəmir yumuşaq, ələ yapışmayan xəmir olmalıdır. Artıq xəmir hazırdır. Yumuşaq xəmirim alındı. Üzərini təmiz poşetlə və dəsmalla örtüb 1 saat mayalandırıram. Ona qədər bulkaların üzərinə əlavə edəcəyimiz ovuntunu hazırlayıram. Ev havasında yumuşaq 20 qram kərə yağı, 3 yemək qaşığı unla əlimlə ovuram və sonra isə 2 yemək qaşığı şəkər tozunu əlavə edirəm. Ovuntumuz hazırdır. Xəmirimiz çox gözəl mayalanıb. İndi isə biraz əlimlə mayanın qoxusunu çıxardıram. Daha sonra isə xəmiri çox da böyük olmayan hissələrə ayıracağım. Mənim xəmirimdən 15 ədəd bulka alınır. Siz bulkanın ölçüsünü kiçildə də bilərsiniz, böyüdə də bilərsiniz. Xəmirləri isə sobanın qabına yığıram, üzərini örtüb 20 dəqiqə saxlayacağım. Bulka hazırlamaq üçün bu cürə mayalandırmalar çox önəmlidir. Bulkanın üzərinə qoymaq üçün biraz ərik cemim var. Siz istədiyiniz cemdən və yaxud da şokoladdan da istifadə edə bilərsiniz. Bu isə öncədən hazırladığım ovuntudur. 20 dəqiqə keçdi. Bulkalarım çox gözəl qabarıb. Bundan da çox saxlamaq məsləhət deyil. Bulkaların üzərinə cem əlavə etmək üçün bu cürə yer açıram. Və bunu biraz dərin etmək məsləhətdir ki, bulkalar bişəndə cem bulkanın üzərinə dağılmasın. Cemi hər birinə eyni qaydada əlavə edirəm və üzərinə 1 yumurtanın sarısı və 1 çay qaşığı süd əlavə etdiyim qarışımdan yaxşıca çəkirəm. Daha sonra isə ovuntudan istifadə edirəm. Siz istəyə görə kakos qırıqlarından da istifadə edə bilərsiniz ovuntunun əvəzinə. Artıq bulkalarımız bişməyə hazırdır. Heç də saxlamıram. Sobama qoyuram. 180 dərəcədə alt-üst rejimdə 20-25 dəqiqə ərzində bişirirəm. Ancaq biraz bulkaların üzəri tez qızarır, ona görə diqqətiniz sobanızda olsun. Dəyərli izləyicilər, bulkalarımız hazırdır. İnanın ki, ətri bütün evi bürüyüb. Bütün ailənizə çatacaq qədər doyurucu bir bulka oldu. Siz də hazırlayın, bu Ramazan günlərində süfrələrinizdə nuş edin. Allah tutduğunuz oruçları qəbul etsin. Əgər videomuzu bəyəndinizsə, kanalımıza abunə olub, yorum yazmaqla bizə dəstək olun. Bizi hansı ölkədən, hansı şəhərdən izləyirsinizsə, yorumlarınızda bizimlə paylaşsanız çox sevinərik. Göz haqqınızı halal edin, dəyərli izləyicilər. Salamat qalın, inşallah növbəti videolarımızda görüşənədək Allaha əmanət olun.